Deməli dostlar, İbrahim adlı bir şəxsin maraqlı bir sualını izah etməyə çalışaq. Bu funksiyanın ibtidai funksiyalarının ümumi şəklini soruşur. Yəni integralını tapacaq, qeyri-müəyyən integralını təbii ki. Əvvəlcə buranı sadələşdirək dostlar. Deməli log 3 əsasından 5 vurulsun, log 5 əsasından 9. 9-u 3-ün kvadratı yazıram və bu kvadrat gəlir düşür qarşıya. Yəni buradan silirəm, gəlir olur 2 vurulsun. 3 ilə 3 gedir, 5 ilə 5 gedir. Yəni bura 1 eləyir, 2 vurulsun 1, 2. Yəni baxın bura 2 yazacaq. İkini yazdıqdan sonra dostlar nə edəcəm? Bu 2-ni 1 üstəgəl 1 kimi yazacağım. Yəni həmin o bunun birini tangens kvadrat x-in yanına yazacağım. Birini, yerdə qalan birini kotangens kvadrat x-in yanına yazacağım. Və tangens kvadrat x plus 1 bunun yerinə mən fx bərabərdir 1 bölünsün kosinüs kvadrat x yaza bilərəm. Əsas trigonometrik eyniliklərin 5-ci düsturu. Və 1 üstəgəl kotangens x kvadratında yerinə 1 bölünsün sinus kvadrat x yaza bilərəm. Və artıq mən bu funksiyanın integralını dx yazaq tapa bilərəm. Burasını yaxşı yazmadım. Yəni integral işarəsi burada bir mötərizə qoyuruq. Burada dx yazırıq. İndi 1 bölünsün kosinüs kvadrat x nəyin törəməsidir? Və yaxud da ki bunun integralı nədir? Təbii ki tangens x. 1 bölü sinüs kvadrat x-in integralı nədir? Mənfi kotangens x. Çünki kotangens x-in törəməsini tapanda bu mənfi 1 bölünsün sinüs kvadrat x eləyir. Burada mənfi yoxdur axı. Mən ona görə mənfi yazmalıyam ki, törəməsini tapandakı mənfi ilə bu mənfi müsbət olsun. Və təbii ki, üzərinə ibtidai funksiyaların ümumi şəklini tapıram. Bu qeyri-müəyyən integraldır, müəyyən deyil. Üzərinə mütləq ki, bir sabit əlavə eləməliyəm.